Özünüzü təqdim edin. Bayramlı Vahid Yusufoğlu. Yoldaşlar dediler. Yani geçen dəfə də biz prezident aparatının qarşısında yığıldıq. Oradan da getdik Nazirlər Kabinetinə. Eyni məsələdir. Yəni eyni məsələ deyəndə bizə dedilər ki, maksimum sentyabrın axırına kimi bu pul vurulmalıydı. Qaldı, indi ta gördük ki, ta belə baxırıq ki, deyəsən 2026-ya keçəcək bu sənədlər. Belə baxıram bundan danışığımdan. Normalda 56 günə dediyimiz kimi bu 30 iş gün ərzində maliyyədə həllini tapmalıdır. Maliyyə deyirlər gəlməyib sənədlər. Halbuki bizə də deyirlər ki, Kəşfiyyat İdarəsinə maliyyə gəlib sənəd bir ay yarımından qabaq. Sənəd gəlib maliyyə idarəsinə bir də təzədən dəqiqləşdirilməyə göndərilib, bir də baxılsın, bir də elə bir şey yoxdur. Bir də niyə baxılmalıdır ki sənədə? Bu sənədin əvvəl yenə deyirəm, o maddəni demişdim. Keçən dəfə çəkilişdə. 20-ci maddənin 12-ci bəndində göstərilir. Tam şəkildə də bu həllini xəsarət alan şəxs buradakı şəxsiyyətin də hamısı xəsarət alıb. İkinci, orada lazım olan bir tibbi araçdır, bir protokoldur bu üstənatlı kəşfiyyat subyekti olduğunu, onun əməkdaşı olduğunu bildirən protokoldur. O da ki, bizim hərbisə tərəfindən göndərilib, bütün hamıda. Öz şəxsiyyətinizi tətbiq edən sənəddir. Bir də ki, açılmış, beynəlxalq bankda açılmış hesab. Bu dördü bəs eləyirdi. Artıdılar, elədilər 5, sonra elədilər 6, sonra elədilər 7. Halbuki bu 4 sənədə görə bəlkə də minlərdən və yaxud da yüzlərlə bizim o üstənatlılardan, yaralanlardan çıxıb, bizdən qabaq təxris olanlar bu pulu alıblar. Bizə gələndə biraz gecikmə oldu. Düzdür, bəzi yoldaşlarda da olub bir 5 ay, 6 ay alan olub. Əksəriyyət maksimum 2 ay yarım alıb. 2 ay 3 ay arası beləsini alıb. Mənim sənədim məsələn 9 aydır, yoldaş var onun 1 il 3 aydır sənədi var. Burada olan 1 il 3 aydır sənədi hal-hazırda yəni ortaqdır. Ya tibbi idarəsi, nə bilim, ya Müdafiə Nazirliyinə gəlir, oradan qayıdır təzədən baş idarəyə, kəşfiyyat baş idarəsinə. Beləsinə ortaqda hoşum sənəd gəzir. Sənəd də verməməklərin səbəbi belə deyim də, süni əngəllər yaradıblar bu pulu verməməyindədir. Ola bilsin 2026-yı keçirməyindədir, əlindən gələni eləyir. Bu pul onda belə baxır ki, yeyilib. Yəni büdcədən bu pul 2025-in hesabından subyekt olan şəxslərə verilmək üçün bu pul ayrılıb. Bu pul onda yeyilib ki, o nətərçi deyirlər 180 milyon yeyinti var, bir də 200 milyon yeyinti var, gündə bir xəbər çıxır. O yeyinti var, nədir, onun bizə dəxiliyyəti yoxdur. Bizim haqqımız, bugün bizi qəbul ediblər, yoldaşlar kimi heç mən də bilmədim adlarını. Bir cənab polkovnik, bir dənə də cənab polkovnik leytenant. İndi hansı vəzifədə, nə bilim, adlarını da bilmədim. Biri maliyyəçi idi. Biri maliyyəçi idi. Obşum, onların dediyi sözə bax. Biri, qaydasız ki, pul çox olduğuna görə sizə yəni düşən, məsələn, mənə 40 min düşür. Yoldaşın birinə 60 min, 70 min, hər bir şeydə bu pul çox olduğuna görə, ona görə ola bilsin ki, dövlət yəni pul çox deyil, bizə verilən o 50 min azdır. 50 min olmalı deyil, 150 min olmalıdır. Yəni o pulundan da birlik başqa bir şey də var, bu da hələ sığorta pulu da var. Bunlar kimlərsə yer, kimlərsə üçün o 50 min heç nədir, amma bizə o 50 minə biz çıxmışıq, bugünkü gün pensiya almırıq. İndi inşallah ki, pensiyamız da hələ sənədləri vurandan sonra inşallah o da həllini tapacaq. Pensiya almırıq, bir dənə 80 manat veteran puludur. Bəs necə dolanırsınız 80 manat? Vallahi sağ olsun qardaşlar, yoldaşlar, nə bilim, hər bir tərəfdən köməklik eləyir. Hələ ki, neçə aydır gözüm itmişdim ki, ən azından bu subyekt pulu. Bugünkü gün bizə deyirlər ki, bu pul çoxdur. Deyirəm, yaxşı, sual verdim, özü də yəni təsdiqləyir. Döyüşə sizə aparsalar, bilsəz ki, yəni gedirsiniz bu dəqiqə %100 ölümə gedirsiniz. Yəni %90% ölümə gedirsiniz. Sizə 200 min manat pul versələr, gedərsiniz? Deyir, yox. Nəinki, soruşun, yoldan tutun, kimlə gəldi soruşun, belə bir şey eləyərlər, heç kim getməz. Yarım milyon yox, neçə milyon versən belə getməz. Can şirin şeydir. Biz bunu göz önünə alıb getmişik. Bizim də kəşfiyyat və əks kəşfiyyat subyekti gedib. Bütün xüsusiyanatlı və kəşfiyyat bölmələrində olan hərbi qulluqçular. Biz bunu bilə-bilə ən qabaqda döyüşənlərdən olmuşuq. Ben yaralandım. Şəhid olsaydım, şəhid olduğuma görə də bu veriləcəkdi bu pul. Yəni ailəmə. İndi salamat qalmışam, Allaha qurban olum. Yaşadıq. Ermənlə döyüşdük. Düşmənlə üzbəüz birinə artilleriya mərmisi nəticəsində, birini güllə yarasından sağ qalıb gəlmişik bura, indi gəlib burada təzədən bir də burada savaşırıq, bir də burada döyüşürük. Ki bizim pulumuzu kaya olan ki, yəni veriləsi bir pul 9 aydır. 9 ay deməyim, deyilə ən çox olandan götürsə 1 il 3 ay. Məzuniyyət pulları da var bunların içində. Deyilə mənim özümə də məzuniyyət pulu vurulmur. Məzuniyyət pulları da, məzuniyyət pulu da o da yaxşı, bu 56 min çox idi. Birinə 900 manat, birinə 1000 manat, birinə 3000 manat pul düşür. O 3000 manatı 3 ildir, 4 ildir verə bilmirlər. Verə bilmirlər yox, yeyibdə kimsə elə bir ki pulu yeyib. Belə çıxır da kimsə gedib o pulu xaçlayıb. Dağıdıb indi də deyir ki vermirəm pulu. Elə bir şey də yoxdur. Qayda qanunla nətərdir? Kimlərsə 100 nəfərə vermisənsə yerdə qalıb 50 nəfər, 50 nəfərin də pulu verirlər. Məndə 100 nəfər üzr istəmirəm. 100 nəfərdə tələb olunan sənəd sayı dedim bayaq ki 4 sənəd idi. İndi sənədin sayı 12 olub. O 12 sənədi tapıb vermişik. Orada ortaya çıxardılar ki,
sən 2023-də də yaralanmısan, 2020-də də yaralanmısan. Görək sənə o maddənin biri 2020-yə aiddir yoxsa yox. Gör nəysə qayda. Onsuz da maddə 2020-yə aiddir. Məndə məsələn 3 maddədən biri 2020-yə aid. Yəni subyekt olduğum vaxtda. O belə deyim də o maddənin biri aid olmasa belə 2020-ci ildə yaralandığıma görə xəstəliyin başlama tarixi. Onun nəticəsində mən travma almışam. İkinci səfər bir də 2000 antiterror əməliyyatında. Yəni bütün döyüşlərdə iştirak eləmişəm. Bu axırıncı antiterrorda da yaralanandan sonra yəni səhhətimdə Siz yaralanmısınız. Niyə sizə veteranlıq statusu veriblər? Qazi əlillik, Qarabağ yox, əlillik. veteranlıq belə deyək də müharibə iştirakçısı olan hər bir şəxs. Yəni bu veteranlıq da müharibə iştirakçısı belə deyək. Bütün xidmətdə olanlar bu dəqiqə müharibə iştirakçısı. O Yəni əlillik almalısınız axı yaralısınız. Qanunla siz əlillik düşür. Çıxandan sonra yəni bu belə tutmasın. Yəni sənədlər təqdim olunub. O mənim hal-hazırda mən elə bir şey belə deyim. 2 gün olar çıxmışam xəstəxanadan, gəldik burada. Yəni yoldaşlar. İndi səhhətimizlə əlaqədar olaraq problemlər olduğu sənədi vura bilmədik sistemə. Aydındır. Sənəd sistemə vurul. Yoldaşlar var da imtina veriblər. Sənədlərdə gecikmə olub da Gecikmə, belə. əlavə müalicə yazılıb ki, məsələn imtina verilib. Yəni normalda mən bilirəm ki, mənə düşür prosedur var, o vaxtlar var. Bəli, Yəni müalicə olunmalıyım, gec sənədimi mən Vaxtında müalicə mən olunur. müalicə alıram da hal-hazırdadır. Yəni o müalicədən sonra gedib sənədlərimi vura bilərəm. Ola bilər ki, qrup təyin olunacaq. Ondan sonra hardasa bir bilərəm ki, hələ maaş alıram. Bir o qədər də məni sıxmazdı bəlkə. Dəxiliyyəti yoxdur, onu alsam belə də bu mənim Gəlir haqqımdır. yeriniz olsa bu qədər sıxıntılarınız olmaz. Yoxdur indi bir dənə deyirəm ən azından buradan aldığım 50 mindən hansısa bir balaca bir yer açaram, özüm oturaram orada işləyərəm və yaxud da kimsə bir qardaşım oturur. Qardaşım zaten otura bir nəysə bir şey gələr. Çörək qazanarsınız, nə olsun. Bunlar tutublar pulu yeyib nağırlar bizə deyirlər ki, pul çoxdur. 50 min çoxdur. Niyə çox? 50 min puldur ki. Ölməyə gəlsə 100 min verim, 500 min verim, gedib ölərsən. Gedərsən düşmən qabağına. Getməz axı burada deyir ki, pul çox olduğuna görə sizə 5 milyon pul düşür o kişilikdə də. 5 milyon pul ayrıla bilmir. Amma 180 milyonu yemək asandır. Yəni rahat onu yemək olur amma. Bu qədər. Bayaqlarım vurğuladım. İnsanın həmişə yəni istəyər ki, ailəsi yaxşı dolansın da. Heç bir valideyndə bu kişiyə xas olan bir məxsusdur. İstəməz ki, ailəsinin yanında peşman olsun. Bugünkü gün də mən ağrıma, acıma görə mənim uşağım mənə yaxın gəlmir. Çünki mən ona o qədər aqressiv hərəkət göstərirəm. Bunların başlıca psixologiyama görə mənim gündə mənim qollarım, bayaqlarım cənab polkovniklərə göstərmişəm ki, mənim qollarım nə vəziyyətdədir. Mən çünki qolu açıq geymirəm ki, qıraqdan baxanlar məni pis vərdişli nəsə bir insanlar kimi tanıyarlar. Deyərlər ki, amma heç kim bilmir ki, daha xaricdə gəzirsən, bilmirsən qıraqda bucaqda gəzən kimdir. Mən 1750 manat mənə köyündə istifadə etmədiyim məzun pulu düşür. Mən onun üçün götürüb məktub yazıb göndərmişəm. Mənə deyirlər ki, hələ bu haqda pul ayrılmayıb. Başa düşmürəm, yəni bizim Azərbaycan dövlətinin buna yəni 1700 manata gücü satmır. Yoxsa nəyəcə neft-qaz ölkəsində yaşayan bir ölkədə, yəni bunu ödəməyə bilmirlər. Bunu çünki o aşağı təbəqə olan məmurlar yuxarıya heç bir şey ötürmürlər. Bizim dövlət başçısının da bunlardan mən inanıram ki, heç bir nə xəbər yoxdur. Çünki o çıxışlarında da dəfələrlə deyiblər. Dəfələrlə deyib ki, balaca məmurlar öz işini düzgün görsün. Bugünkü gündə biz gəlmişik ancaq indi xırda təbəqə məmurlarının əlində qalmışıq. Səsimizi kimə eşitdirək, neyinək bilmirəm. Son addımlarınız nə olacaq? Sonra mən burada gözləyəcəm. Mən bayaqlarım cənab polkovnikə də dedim, cənab polkovnikə də dedim. Mənə deyir, siz nömrələr, mobil nömrələrinizi verin. Biz nömrələrinizi götürək. Mən indi hamının adından danışanmaram da. Dedim, vallahi mənim yəni gedəsi yerim də yoxdur. Yəni mən burada hər hansı bir cibimdə də o qədər mənim pulum yoxdur ki, gedəm hər hansı bir oteldə qalam, ya da ki, gedəm oturam hansısa bir kafedə, gecəni səhərə keçsəm. Dedim, vallahi mən dedim, gedəsi yerim yoxdur. Mən oturacam burada, pul vırılsın ki, mənim Naxçıvana getmə pulum çıxsın. Mən gedim ən azından Naxçıvana gedəndə öz cibimin pulu ilə gedim. Mən bir dənə öz pulumu vırsınlar ki, mən çıxım gedim Naxçıvana. Vəssalam. Mənim gedəsi yerim yoxdur, ancaq oturacam burada gözləyəcəm ki, bəlkə rəhimləri gələr, bizə rəhm eləyərlər. Bizim kimi döyüşçü adamlara rəhm eləyərlər ki, buradakı oturan adamlara, biz orada döyüşən vaxtı bilmirdim də kim hardadır, nə mənim heç kimdən xəbərim yoxdur. Mən öz adımdan danışıram. Mən qabaqda erməni güllə atan vaxtı mən bilmirdim bunlar hardadır, nədir. Mənim arxamda kimlər gəlir, kimlər gedir onu bilmirdim. Amma bugünkü öz haqqımdan yana gəlmişəm kimlərsə deyirəm, xahiş edirəm mənim pulumu ver. Bir adama pul verəsən, sonra gəlib deyəsən ki, nə olar pulumu ver, o da deyə vermə. Elə bir şey olar.